İsti bir iyul səhərində Bakının səs-küyündən uzaqlaşıb üzü tərtərə yola düşdük. Leylanın Bala Kəngərlidə, babası gildə bir həftəlik macərası başlayır. Qəhrəman şəhər bizi yağışla qarşıladı. Açığı belə hava gözlənilməz oldu. Biz də bu fürsəti əldən vermədik və yağışı xəngəllə daha da unudulmaz elədik. Burada Leylanın günləri toyuq cücəyə çörək atmaqla keçirdi. Hər səhər yuxudan duran kimi xatirə nənəsi boyat çörəklərdən verir, Leyla da toyuqları yemləyirdi. Arada mən də ona qoşulurdum. Ümumiyyətlə çörək verən obrazında olmaq adama ləzzət eləyir. Bir də kənd yerinin gözəlliyi meyvəni ağacdan dərib yeməkdir. Nə gedir? Qapıda qəşəng alma, armud, şaftalı, karalyok, fındıq, zoğal ağacları var. Buna bax Leyla, xəzinə tapmışam burada. Almadır bu. Gün nə qədər alma düzdür. Ölürəm də mən fındıq üçün Leyla. Hələ yetişməyib bax karalyok. Ha, hələ kaldı. Payızda yetişəcək. Bunun kilosunu 40 qəpikdən satmaq olar Leyla. Qəşəng armuddur. Sənə oxşuyur bir suyu. İkiniz də şirinsiz. Bunların hamısını mənə neçə verərsən? Mən özüm yeyəcəm, bunlar satılmırlar. Bu həyatda fındığın bəxş etdiyi xoşbəxtliyi verə bilməyən adamlar var. Hər gün kilo yesəm doymaram. Deyəsən Leyla da mənə oxşuyur. O da bir fındıq aşiqidir. Nə yeyirsən? Fınzıq. Dadlıdır. Yeri gəlmişkən qoçaq xanımların sayəsində qışa turşu tədarükü də görüldü. Pomidor, xiyar və biberlə doldurulan bankaların ləzzətini qışda görəcəyik. Bir axşam közə kartofdan, pomidordan, badımcandan düzüb özümüzə tərəvəz kababı qonaqlığı verdik. İnsafən pis alınmamışdı. Dadı damağımızda qaldı. Burada imkan tapıb su qovşana da səfər elədim. 700-dən çox şəhidin qanı bahasına azad edilən su qovşan. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Hə, bu arada Tərtərin bazarına da getmişdik. Ümumiyyətlə istənilən rayonda ən sevdiyim yerlərdən biri də bazardır. Hər yerdə olduğu kimi burada da satıcı çox, alıcı az. Gözəl Qaramanlının ruhumuzu oxşayan sədasını və mənzərəsini də ayrıca vurğulamalıyam. Beləcə bir həftə bir göz qırpımında keçdi. Vaxt vədə yetişdi və biz şələ-şüləmizi yığıb geri Bakıya qayıtdıq. Hələlik qəhrəman şəhərin gözəl kəndi. Sənin üçün darxacağıq. Yenidən görüşmək ümidi ilə. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.